Selam əziz tamaşaçılar, kanalımın dəyərli izləyiciləri. Bugün sizə həyatınızı birbaşa təsir edəcək, maliyyə vəziyyətinizi əhəmiyyətli dərəcədə yüngülləşdirə biləcək, inanılmaz vacib bir xəbərdən danışacağam. Bəlkə də hər ay cibinizdən böyük miqdarda pul çıxaran, sizi narahat edən ödənişlər var, elə deyilmi? Mən bilirəm ki, bu bir çoxunuzun əsas ağrı nöqtələrindən biridir. Xüsusilə də pensiyaçılarımız üçün. Hər bir qəpiyin hesabı aparıldığı bir zamanda bu cür xərclər həqiqətən də böyük yük olur. Bəli, bugün sizə məhz bu yükü azaldacaq, hətta tamamilə aradan qaldıracaq bir qərardan danışmaq istəyirəm. Bu qərar kritik dərəcədə vacibdir və aprel ayından etibarən minlərlə pensiyaçının həyatında köklü dəyişikliklər yaradacaq. Bu məlumat hər bir pensiyaçıya, həmçinin onların ailə üzvlərinə aiddir. Ona görə də bu videonu axıra qədər diqqətlə izləyin. Çünki hər bir detal əhəmiyyətlidir. İndi isə dərhal kanalıma abunə olun və bu videoya bir bəyənmə qoyun ki, bu vacib məlumat daha çox insana çatsın. Əvvəllər vəziyyət nəzər ilə? Hər bir pensiyaçı müəyyən istisnalar olmaqla evinin kommunal xərclərini, mənzil kommunal təsərrüfatı xidmətləri üçün ödənişləri, zibil pulunu, lift xərclərini, bəzən hətta mənzilin təmir fonduna ayırmaları və digər bu kimi aylıq icbari ödənişləri ödəmək məcburiyyətində idi. Bəzi güzəştlər əlbəttə ki, mövcud idi. Məsələn, müharibə veteranları, Qarabağ qaziləri, şəhid ailələri və digər müəyyən kateqoriyadan olan vətəndaşlar üçün kommunal xərclərin bir qismi dövlət tərəfindən qarşılanırdı. Lakin əksər adi pensiyaçılar, yaşa görə təqaüd alanlar bu cür güzəştlərdən tam şəkildə faydalana bilmirdilər. Onlar hər ay pensiya kartından, onsuz da məhdud olan gəlirlərindən müəyyən bir hissəni bu ödənişlərə ayırmalı olurdular. Bu da bir çox hallarda pensiyaçılarımızın onsuz da zəif olan büdcəsinə ciddi bir zərbə vururdu. Təsəvvür edin, ortalama bir pensiya alan şəxs üçün 20, 30, bəzən 50 manatlıq kommunal ödənişləri, digər xidmət haqları əslində gəlirlərinin böyük bir faizini təşkil edirdi. Bu, pensiyaçılarımızın sadəcə qida və dərman kimi əsas ehtiyaclarını qarşılamaq üçün yetərli pulun qalmadığı hallara gətirib çıxarırdı. Onlar tez-tez seçim etməli olurdular. Ya yeməyə pul ayırmaq, ya dərman almaq, ya da kommunal borclarını ödəmək. Bu, hər ay təkrarlanan bir dilemma idi və çox sayda yaşlı insanımızı psixoloji və maddi cəhətdən yorurdu. İndi isə əziz dostlar, böyük xəbərə gəlirik. Qəbul edilmiş yeni qərarla aprel ayından etibarən pensiyaçılar müəyyən ödənişlərdən tamamilə azad edilirlər. Bəli, düz eşitdiniz, tamamilə azad edilirlər. Bu sadəcə güzəşt deyil, bu tam azad olunmadır. Yəni artıq bu kateqoriyaya aid olan ödənişlər üçün pensiyaçılarımız heç bir manat ödəməyəcəklər. Bu sadəcə qismən endirim və ya müəyyən miqdarda kompensasiya deyil. Bu, həqiqi bir sıfırlamadır. Bu dəyişiklik pensiyaçılarımızın həyat keyfiyyətini yüksəltmək, onların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Artıq onların büdcələrində əhəmiyyətli dərəcədə boşalan bir yer yaranacaq ki, bu pulu öz ehtiyaclarına, sağlamlıqlarına, yaxud nəvələrinin kiçik arzularına xərcləyə biləcəklər. Bu, dövlətimizin pensiyaçılarımıza göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Əsas hissəyə keçək. Nəyi bilmək lazımdır? Kim narahat olmalı? Kim narahat olmamalıdır? Bu yeni qayda ilk növbədə yaşa görə pensiya alan, yəni qanunla müəyyən edilmiş pensiya yaşına çatmış və pensiya təyinatı almış bütün vətəndaşlarımıza şamil edilir. Həmçinin əlilliyə görə pensiya alan şəxslər də bu güzəştlərdən faydalana bilərlər. Lakin burada incə bir nüans var. Bu azad olunma konkret olaraq hansı ödənişlərə aiddir? Hər şeyəmi, yoxsa müəyyən xidmətlərəmi? Bu qərar ilk növbədə mənzil kommunal təsərrüfatı xidmətləri, yəni su, qaz, elektrik enerjisi, lift xərcləri, zibil yığılması və ev idarə etmə xərcləri kimi əsas kommunal xidmətlərə aiddir. Bəzi hallarda yerli özünü idarə etmə orqanlarının qərarından asılı olaraq bu siyahıya bina daxili təmir fonduna ayırmalar və ya həyətyanı ərazilərin abadlaşdırılması ilə bağlı ödənişlər də daxil edilə bilər. Lakin ümumi prinsip budur ki, pensiyaşının yaşadığı mənzilə birbaşa aid olan, aylıq ödənilən kommunal və təsərrüfat xərcləri tamamilə dövlət tərəfindən qarşılanacaq.
İndi gəlin konkret nümunələr üzərində düşmək. Birinci nümunə. Tutaq ki, Bakı şəhərində yaşayan 70 yaşlı Ayşə nənə var. Onun ayda aldığı pensiya 350 manatdır. Hər ay o, orta hesabla 25 manat elektrik enerjisi, 15 manat qaz, 10 manat su, 8 manat lift xərcləri və 5 manat zibil yığılması üçün ödəyirdi. Ümumilikdə bu, hər ay 63 manat edirdi. Bu məbləğ onun 350 manatlıq pensiyasının demək olar ki 18%-ni təşkil edirdi. Bu, Ayşə nənə üçün ciddi bir yük idi. İndi isə yeni qaydalara əsasən, aprel ayından etibarən Ayşə nənə bu 63 manatı ödəməyəcək. Bu məbləğ onun cibində qalacaq. Təsəvvür edin, bu pulu o indi əlavə dərman almağa, bəlkə də nəvələrinə kiçik hədiyyələr etməyə, ya da sadəcə özü üçün daha keyfiyyətli qidalar almağa sərf edə bilər. Bu, onun həyatında böyük bir rahatlıq deməkdir. İkinci nümunə. Sumqayıtda yaşayan 68 yaşlı Əli dayı. Əli dayı 320 manat pensiya alır. O, əvvəllər hər ay 30 manat elektrik, 20 manat qaz, 12 manat su, 7 manat mənzil kommunal xidmətləri üçün idarə etmə haqqı və 4 manat zibil pulu ödəyirdi. Ümumilikdə 73 manat. Bu, onun pensiyasının təxminən 22%-ni təşkil edirdi. Əli dayı da hər ay bu ödənişləri ödəməkdə çətinlik çəkirdi. Çünki onsuz da pensiya yalnız əsas ehtiyaclarını güclə qarşılayırdı. İndi isə aprel ayından etibarən Əli dayı bu 73 manatı ödəməkdən azad olunur. Bu pul Əli dayının büdcəsində qalacaq. Bu, onun üçün təkcə maddi deyil, həm də psixoloji baxımdan böyük bir rahatlıqdır. Artıq o, hər ay kommunal borcları barədə narahat olmayacaq. Üçüncü nümunə. Fərqli bir vəziyyətə baxaq. Tutaq ki, 65 yaşlı Zeynəb xanım Bakı kəndlərindən birində yaşayır və onun pensiyası 300 manatdır. Zeynəb xanım fərdi evdə yaşayır və onun bəzi xərcləri mənzildə yaşayanlardan fərqlənir. Məsələn, lift xərci yoxdur, amma onun da elektrik, qaz və su xərcləri var. Tutaq ki, Zeynəb xanım ayda 20 manat elektrik, 18 manat qaz, 10 manat su və 5 manat zibil yığılması üçün ödəyirdi. Ümumilikdə 53 manat. Bu da onun pensiyasının təxminən 17%-ni təşkil edirdi. Yeni qərar Zeynəb xanıma da şamil olunur. Onun kommunal xərcləri tamamilə dövlət tərəfindən qarşılanacaq. Bu, fərdi evdə yaşayan pensiyaçılar üçün də eyni dərəcədə əhəmiyyətli bir dəstəkdir. Kim narahat olmalı və kim narahat olmamalı? Narahat olmalı kateqoriyasına, yəni diqqətli olmalı kateqoriyasına əvvəllər bu cür ödənişləri vaxtında edən, lakin indi bu güzəştdən xəbərsiz qala biləcək pensiyaçılar daxildir. Onlar bilmədən ödəniş etməyə davam edə bilərlər. Bu səbəbdən hər bir pensiyaçı bu məlumatı bilməli və öz haqqını tələb etməlidir. Həmçinin bəzi yaşlı pensiyaçılar, xüsusilə də tək yaşayanlar, bu cür informasiyaları izləməkdə çətinlik çəkə bilirlər. Onların qohumları, yaxınları, qonşuları onlara bu məlumatı çatdırmalı və zəruri hallarda müraciət etməkdə kömək etməlidirlər. Bu qərarın icrası ilə bağlı hər hansı bir bürokratik problem yarana bilərsə, məhz bu şəxslər narahat olmalı və öz hüquqlarını qorumaq üçün lazımi addımları atmalıdırlar. Məsələn, bəzən sistemdə gecikmələr ola bilər. Məlumatlar dərhal yenilənməyə bilər və ya yerli xidmət təminatçıları yeni qaydalar barədə tam məlumatlı olmaya bilərlər. Bu hallarda fəallıq göstərmək vacibdir. Kim narahat olmamalıdır? Əlbəttə ki, bu qaydalardan faydalanacaq pensiyaçılarımız narahat olmamalıdır. Həmçinin onsuz da digər kateqoriyalar üzrə, məsələn, müharibə veteranları kimi, kommunal xərclərdən tam və ya qismən azad olunmuş şəxslər üçün bu qərar yeni bir dəyişiklik gətirmir. Çünki onların onsuz da mövcud olan güzəştləri bu yeni qərarla üst-üstə düşə bilər. Lakin onlar da bu məlumatı bilməlidirlər ki, hər hansı bir yanlış anlaşılma və ya ikiqat ödəniş tələbi ilə üzləşməsinlər. Əsas odur ki, bu dəyişikliklərdən maksimum dərəcədə faydalanmaq üçün məlumatlı olmaq lazımdır. İndi keçək ikinci əsas hissəyə. Qaydaların istisnaları, gizli tələlər və qeyri-aşkar nüanslar. Hər bir yeni qərarın öz istisnaları və incəlikləri olur. Bu qərarda istisna deyir.
Birinci və ən vacib nüans. Bu azad olunma konkret olaraq hansı xidmətlərə aiddir? Yuxarıda qeyd etdiyim kimi, əsasən mənzil kommunal təsərrüfatı xərclərinə aiddir. Lakin bu o demək deyil ki, pensiyaçılarımızın hər cür ödənişi ləğv olunur. Məsələn, ev telefonunun aylıq abunə haqqı, internet xərcləri, kabel televiziyası kimi xidmətlər bu siyahıya daxil deyil. Bu xidmətlər könüllü şəkildə istifadə olunan, əlavə xidmətlər kateqoriyasına aid olduğu üçün pensiyaçılar onları ödəməyə davam etməlidirlər, əgər istifadə edirlərsə. Yaxud avtomobil vergisi, əmlak vergisi kimi digər dövlət ödənişləri də bu qərara aid deyil. Söhbət məhz yaşayış yerinin saxlanması ilə bağlı birbaşa xərclərdən gedir. İkinci vacib nüans, bu güzəşt yalnız pensiyaçının qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilə şamil olunur. Yəni, əgər bir pensiyaçı 2 mənzilin sahibidirsə, bu güzəşt yalnız onun qeydiyyatda olduğu əsas yaşayış ünvanına tətbiq ediləcəkdir. Digər mənzil üçün ödənişlər adi qaydada davam edəcək. Bu, bəzi fırıldaqçılıq cəhdlərinin qarşısını almaq üçün vacib bir şərtdir. Sistem bu cür halları avtomatik olaraq müəyyən edəcək. Üçüncü nüans, ailədəki pensiyaçı sayı. Bəzən bir mənzildə 2 pensiyaçı yaşaya bilər. Məsələn, ər və arvad. Bu halda da güzəşt mənzilə, yəni yaşayış sahəsinə şamil olunduğu üçün onların bir mənzil üçün olan kommunal xərcləri tamamilə azad olunur. Yəni, 2 qat güzəşt tətbiq olunmur, çünki xidmətin özü birdir. Lakin bu, onların hər ikisinin rahatlığını təmin edir. Dördüncü nüans, borcların mövcudluğu. Bu qərar aprel ayından etibarən qüvvəyə minir. Bu, o deməkdir ki, aprel ayına qədər yaranmış kommunal borclar bu qərarın təsirinə düşmür. Yəni, əgər pensiyaçının mart ayına qədər yığılmış su, qaz, elektrik borcu varsa, o borcları ödəmək məcburiyyətindədir. Yeni azad olunma yalnız aprel ayından etibarən yaranan ödənişlərə aiddir. Bu, çox vacib bir məqamdır. Çünki bəzi pensiyaçılar yanlış olaraq köhnə borclarının da silindiyini düşünə bilərlər. Xeyr, köhnə borclar qalır və onlar ödənilməlidir. Əks halda bu borclar sonradan problemlər yarada bilər. Məsələn, xidmətlərin dayandırılmasına səbəb ola bilər. Beşinci nüans, ödəniş limitləri. Bəzi hallarda, xüsusilə də yüksək enerji istehlakı olan evlərdə, kommunal xərclərin müəyyən bir limitdən yuxarı olduğu hallarda dövlət güzəştinin hansı hissəyə şamil olunacağı ilə bağlı suallar yarana bilər. Qərarın ilkin təfsirinə görə azad olunma tamamilə sözü ilə ifadə olunur. Bu da o deməkdir ki, standart istehlak həcmləri üçün pensiyaçılar heç bir ödəniş etməməlidirlər. Lakin əgər istehlak çox yüksək miqdarda olursa, yəni normal istehlak həcmini bir neçə dəfə üstəliyirsə, bu zaman yerli icra orqanları ilə əlaqə saxlayıb dəqiqləşdirmək tövsiyə olunur. Lakin əksər adi pensiyaçılarımızın istehlak həcmi bu kateqoriyaya düşmür. Ona görə də onlar üçün tam azad olunma qüvvədədir. Altıncı nüans, əlilliyə görə pensiya alanlar. Əlilliyə görə pensiya alanlar üçün də bu qaydalar şamil olunur. Onların əlillik dərəcəsi birinci, ikinci, üçüncü qrup bu güzəştin tətbiqinə təsir etmir. Əsas odur ki, şəxs qanuni olaraq pensiyaçı statusuna malik olsun. Uşaqlıqdan əlil olan şəxslərdə əgər pensiya alırlarsa, bu imkandan faydalana bilərlər. 7-ci nüans, vərəsəlik hüququ ilə alınan pensiyalar. Bəzi hallarda vətəndaşlar vəfat etmiş yaxınlarının pensiyasını almaq hüququna malik olurlar. Bu cür hallarda, yəni vəfat etmiş şəxsin pensiyasını alan şəxs özü pensiyaçı statusuna malikdirsə, onun üçün güzəştlər qüvvədədir. Lakin əgər vəfat etmiş şəxsin pensiyasını alan şəxs özü pensiyaçı deyilsə, yəni adi işləyən vətəndaşdırsa, bu güzəşt ona şamil olunmur. Bu, qərarın yalnız pensiyaçı statusuna malik olan şəxslərə aid olduğunu bir daha vurğulayır. Praktik məsləhətlər, nə etməli? İndi isə ən vacib hissəyə, yəni praktiki addımlara keçək. Siz, əziz pensiyaçılar, bu yeni qaydadan faydalanmaq üçün hansı addımlar atmalısınız? Birinci addım, məlumatlandırma. İlk növbədə bu məlumatı diqqətlə dinləyin və əmin olun ki, bütün detalları başa düşmüsünüz. Əgər hər hansı bir şübhəniz varsa, bu videonu yenidən izləyin
və ya yaxınlarınızdan sizə kömək etmələrini xahiş edin. İkinci addım. Borcların yoxlanılması. Aprel ayına qədər yaranmış kommunal borclarınızın olub-olmadığını yoxlayın. Əgər borcunuz varsa, onu dərhal ödəmək məcburiyyətindəsiniz. Bu, sonraki dövrdə hər hansı bir anlaşılmazlığın və ya xidmətlərin kəsilməsinin qarşısını alacaq. Su, qaz, elektrik enerjisi idarələrinin saytlarına daxil olaraq və ya birbaşa müraciət edərək borcunuzu yoxlaya bilərsiniz. Unutmayın, aprel ayından əvvəlki borclar yeni güzəştə daxil deyil. Üçüncü addım. Müraciət etmə ehtiyacının dəqiqləşdirilməsi. Əksər hallarda dövlət qurumları pensiya fondları ilə məlumat mübadiləsi apararaq bu güzəşti avtomatik olaraq tətbiq etməyi nəzərdə tutur. Yəni, əksər pensiyaçılar üçün xüsusi bir yerə getməyə, ərizə yazmağa və ya sənəd toplamağa ehtiyac qalmır. Sistem özü sizin pensiyaçı olduğunuzu müəyyən edərək ödənişlərdən azad olunmanızı təmin etməlidir. Lakin bəzi hallarda, xüsusilə də yeni pensiya təyinatı alan şəxslər, yaxud son zamanlar yaşayış yerini dəyişən pensiyaçılar üçün kiçik texniki gecikmələr ola bilər. Belə hallarda fəallıq göstərmək lazımdır. Dördüncü addım. Yerli kommunal xidmət təminatçıları ilə əlaqə. Əgər aprel ayında sizə kommunal ödənişlər üçün qəbz gəlirsə və ya sistemdə borcunuzun yarandığını görürsünüzsə, bu halda dərhal müvafiq kommunal xidmət təminatçısı ilə əlaqə saxlayın. Bu, su, qaz, elektrik, lift, yaxud mənzil kommunal təsərrüfatı idarəsi ola bilər. Onlara yeni qərar barədə məlumat verin və öz pensiyaçı statusunuzu qeyd edin. Sizdən pensiya vəsiqənizin surəti və şəxsiyyət vəsiqənizin surəti tələb oluna bilər. Mümkün olduqca müraciətinizi yazılı şəkildə edin ki, əlinizdə rəsmi bir sübut olsun. Müraciətinizdə pensiya vəsiqənizin nömrəsini, yaşayış ünvanınızı və telefonu qeyd etməyi unutmayın. Beşinci addım. Ərizə nümunəsi. Əgər sizdən rəsmi ərizə tələb olunarsa, bu cür ərizəni necə yazmaq barədə qısaca məlumat verim. Ərizənin yuxarı sağ küncündə Mənzil Kommunal Təsərrüfatı Departamentinin və ya Aidiyyatı İdarənin rəisi cənab, rəisin adı, soyadı yazın. Altından isə sizin məlumatlarınızı qeyd edin. Rayonu, şəhərinin sakini, soyadınız, adınız, atanızın adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, fin kodu, yaşayış ünvanı, əlaqə telefonu. Sonra mərkəzdə böyük hərflərlə ərizə yazın. Ərizənin mətnində bildirirəm ki, mən soyadınız, adınız, atanızın adı, pensiyaçı statusuna malikəm. Pensiya vəsiqəmin nömrəsi, vəsiqənin nömrəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya aidiyyatı qərarı qəbul edən orqanın adı. Ştrix, qərarın nömrəsi və tarixi, əgər bilirsinizsə. Nömrəli qərarına əsasən, aprel ayından etibarən pensiyaçılar mənzil kommunal təsərrüfatı xidmətləri üzrə ödənişlərdən tamamilə azad edilmişlər. Yuxarıda qeyd olunanlara əsasən, sizdən xahiş edirəm ki, mənim yaşayış ünvanım üzrə ünvanınızı qeyd edin, aprel ayından etibarən mənzil kommunal xidmətləri üzrə ödənişlərdən tam azad olunmağımı təmin edəsiniz və ödəniş sistemində müvafiq dəyişiklikləri edəsiniz. Ərizəyə əlavə olur. 1. Şəxsiyyət vəsiqəsinin surəti. 2. Pensiya vəsiqəsindən sonraki. Tarif. Ərizəni yazdığınız tarif. İmza. İmzanız. 6-cı addım. Şikayət mexanizmi. Əgər sizin müraciətinizə baxılmırsa və ya sizə qarşı hər hansı bir haqsızlıq olursa, bu halda aidiyyatı qurumun yuxarı orqanına, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə asan xidmət müraciət edə bilərsiniz. Onlar sizin məsələnizi araşdıracaq və hüquqlarınızın qorunmasına kömək edəcəklər. Müraciətləri elektron hökumət portalı vasitəsilə də göndərmək mümkündür. Unutmayın, siz pensiyaçı kimi tamamilə qanuni bir haqq tələb edirsiniz. 7-ci addım. Qonşularınıza və dostlarınıza məlumat verin. Bu vacib məlumatı ətrafınızdakı pensiyaçılarla da paylaşın. Bəlkə də kimsə bu xəbərdən xəbərsizdir və onun haqqı qorunmamış qala bilər. 8-ci addım. Qəbzləri diqqətlə yoxlayın.
Aprel ayından etibarən sizə gələn kommunal qəbizlərini diqqətlə yoxlayın. Əmin olun ki, orada artıq bu xidmətlər üçün ödəniş tələb olunmur. Əgər tələb olunursa, yuxarıda qeyd etdiyim addımları atmaqdan çəkinməyin. Son olaraq, əziz dostlar, bir daha vurğulamaq istəyirəm ki, bu qərar pensiyaçılarımız üçün böyük bir dəstəkdir. Bu, onların gündəlik maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq və həyat keyfiyyətlərini yaxşılaşdıracaq. Təsəvvür edin, hər ay cibinizdə qalan bu əlavə pulu nəyə sərf edə bilərsiniz? Dərmanlara, nəvələrinizə hədiyyələrə, yaxud sadəcə özünüzə kiçik bir sevinc bəxş etməyə. Bu, böyük bir imkandır. Bu qərardan maksimum dərəcədə faydalanmaq üçün məlumatlı olun və öz hüquqlarınızı müdafiə edin. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Əgər hər hansı bir sualınız varsa və ya bu qərarla bağlı öz təcrübənizi bölüşmək istəyirsinizsə, şərhlər bölməsində öz fikirlərinizi yazın. Hər bir şərhinizi oxuyuram və cavablandırmağa çalışıram. Videonu bəyəndinizsə, bir like qoymağı və kanalıma abunə olmağı unutmayın ki, gələcəkdə bu cür vacib və faydalı məlumatları qaçırmayasınız. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.